Salam dostlar, bugün qolun konstruksiyasını necə quracağımız barədə məlumat verəcəm. İlk növbədə ölçüləri yazırıq. Ölçüləri necə götürəcəyimizi şəkil olaraq ekranda görünəcək. Qol uzunu 60 sm, qolun eni 35 sm, bilək eni 20 sm. Bu ölçülərdən əlavə biz hazırladığımız lekallarda proymanın uzunluğunu götürürük. Bunun üçün santimetr çiyində yerləşdiririk və proymanı ölçürük. Yan tikiş xəttinə qədər olan məsafəni bizim arxa proymamız 22 santimetr. Ön proymamız 21 santimetrdir. İlk olaraq uzununa və eninə düz xətt çəkirik. Proymanın başlıq hündürlüyünü ölçmək üçün sinə dairəsinin yarısını 4 yerə bölürük, üzərinə 3 sm əlavə edirik. Bizim sinə dairəmiz 88 sm-dir, yarısı 44 sm. 44 bölünsün 4, 11 sm, üzərinə 3 sm gəlirik, 14 sm. Çəkdiyimiz eninə düz xəttdən aşağı 14 sm qeyd edirik. Başlanğıc nöqtədən sağa, sola 1 sm qeyd edirik. 1 sm, 1 sm. Bu xəttin üzərində qol enimizi qeyd edirik. Bizim qol enimiz 35 sm. 35 sm-i 2 yerə bölürük. 35 bölək 2. 17.5. 17.5 sağa, 17.5 sola. Bizim arxa proyma uzunumuz 22 santimetrdir və biz bu nöqtələrin məsafəsini ölçürük. 22 santimetr. Bu nöqtələri düz xətlə birləşdiririk. Ön proyma uzunluğumuz 21 santimetrdir. 21. 17 yarım burada qeyd olundu. Bizim ön proyma uzunluğumuz burada yerləşdi. Ona görə də yarım santimetr önə çəkirik və nöqtələri birləşdiririk. Arxa proyma xətti uzunluğunu 4 yerə bölürük. 22 bölək 4. 5.5. 5.5. 1, 2, 3, 4 yerə böldük. Ön proyma xəttini 3 yerə bölürük. 21. 21 bölək 3. 7 santimetr. 7. 7. 1, 2, 3. 3 yerə böldük. Arxada bu nöqtədən yuxarı 2 santimetr qeyd edirik. Bu nöqtə ilə bu nöqtə arasında olan məsafəni 2 yerə bölürük. Və alınan nöqtədən yarım santı içəri qeyd edirik. Ön hissədə bu nöqtə ilə bu nöqtənin məsafəsini 2 yerə bölürük.
və alınan nöqtədən santi yarım qeyd edirik. Bu nöqtə ilə bu nöqtə arasındakı məsafəni də 2 yerə bölürük. Alınan nöqtədən içəriyə 1 sm ölçü qeyd edirik. Bu nöqtələri birləşdiririk. Daha sonra bu nöqtələri birləşdiririk. Arxada isə bu nöqtələri birləşdiririk. Daha sonra bu nöqtələri birləşdiririk. Bizim qolumuzun başlıq hissəsi hazırdır. Uzunluğu qeyd edirik. Başlanğıc nöqtədən uzunluğuna qeyd edirik. Bilək enimizi 2 yerə bölürük, 20 sm. 2 yerə böldükdə 10 sm sağa, 10 sm sola. Bu nöqtə ilə bu nöqtəni birləşdiririk. Bu nöqtə ilə də bu nöqtəni birləşdiririk. Ön hissədə xəttimizi almaq üçün, eyni ölçüdə almaq üçün qolun enindən yarım santı içəriyə keçdik. Əyri xəttimizi çəkərkən bu xəttimizi birləşdirdik. Və qolun eni proymanın uzunluqlarına uyğun gəlməzsə, yarım santıdan artıq olarsa, onda nə etmək lazımdırsa növbəti videolarımızda deyəcəm. Qolun konstruksiyası hazırdır.